Fışfışa saçlarımdan sesime baxın. Fışfışa saçlarımdan sizi salamlayıram. Otaq turuna başlayırıq yeni vlogla. Otaq turuna başlayırıq. Nə qədər dağıtmamışam, tökməmişəm. Biraz istirahət elədim. İndi paltarları falan asacağım ki əzilməsin. Amma ondan öncə istəyirəm ki tam hələ saf halı ilə mən paltarları asmamış falan, kofe içməmiş, nə bilim bir şey yeməmiş. Öncə otaq bizə necə verilib o cür çəkim. Qapıdan girən kimi bura şkaf oldu. Burada hamam, tualet. Sonra gəlirik burada su, kettle, kofelər, çaylar, nə istəyirsən götür dəmlə, iç. Qaynat, iç. Sonra xaladenikdir. Xaladenikdə şirin sular, jinibona qədər var. Mama sizə qurban olsun balalarım. Yadıma düşür. Bu da balalarımın çərəzləridir, uşaqlarımın çərəzləri. Burada bir boy aynası var, buna çox xoşum gəldi. Geyinib, keçinib, yəni rahat baxın, ayaqdan başa qədər tam belə yekə, görürsünüz boy aynasıdır. Oy, pataloka qədər. Çox yaxşıdır, rahat qəşəng özünə bax. Sonra konteynerin dərəcəsi 23-dür. Mən yəqin ki, kofe falan içəndən sonra indi hələ ki mənə bəs eləyir, amma birazdan bəs eləməyəcək. Yəqin ki, mən bunu azaldacağam. Burada da telefondur, yəni bir şey istəmək üçün, oteldəki işçilərə bir şey gətizdirmək üçün. Telefondur. Bu yataqdır. Sonra burada televizor var. Burada oturacaq da belə kojunun oturacaq. Sadəcə olaraq biz hələ ki yüklərimizi tökmüşük. Ən saf halı ilə göstərirəm sizə. Baxın, paltarlarımı da elə yer-bir eləməmişəm. Çünki bizə necə verildi, otaq necədir, o cür göstərmək istədim. İndi sizə çəkəndən sonra başlayacağım yer-bir eləməyə. Burada yazı pozu stoludur. Naçniki də yandırıb burada oturub adam bütün nə istəsə yaza bilər. Sonra çayını, kofeni dəmləyib burada oturub içə bilərsən. Kitab oxumaq istəyirsənsə, bu böyük naçniki də yandıra bilərsən. Belə. Yəni, məni də nəzərə alıblar da, bilirlər mən kitab xəstəsiyəm. Bu da şəhərin mərkəzindədir. Otel. Sonra bunu da göstərim sizə mənzərəsində. Bu da nə bilim belə mənzərəsidir. Mənzərə deyəndə belə də şəhərin içində nə mənzərə olacaq. Belə. Əsas odur ki, bizim o qəliz yoldaşım dedi ki, şəhərin mərkəzində olsun, şəhərin mərkəzində olsun, şəhərin mərkəzində olsun. Gəldilər, bizi qarşıladılar. Yəni, yoldaşım hansı iş üçün gəlibsə, onlar bizə maşın göndərmişlər. Çox gözəl qarşıladılar bizi, zibil qabını axtaramayaqdan. Çox gözəl qarşılandıq. Maşından gətirdilər bizi, qoydular. Yoldaşımı gözlədilər, yoldaşım gəldi. Mənim internetimi falan bura qoşdu, məni otağa saldı. Biraz da sudan içdi, getdi, o yazır yorğun. Mən biraz istirahət elədim. Üzərimi dəyişdim, sonra dedim paltarları yer-bir eləməmiş otağı siz üçün çəkim. Tak что, bütöv bir tur atsam, otaq belədir. Mən çox bəyəndim. Hamınıza gəzmək arzuluyuram, hamınıza xoş günlər arzuluyuram. Hər zaman gözəl-gözəl yerlərdə gedəsiz, gəzəsiz, bundan da gözəl şəhərlərə, ölkələrə, bundan da gözəl otelləri sizə arzuluyuram. Gedim yəni kofe içim. Burasıyla daha rahat.
Düşüp son vaxtda bulmaq lazım. Böyle bir şey var ama beğenmedim. Orada da çok şey gösterir. İndi gerek normal işıqda çıxan baxam. Sonra çoxalır bağırım çatdırmam çox makyaj. Bir aksesuarım bu. Sonra gidiyor bilerim takım. Kızıl halkalarım, halka sırkalarım sade. Bunun işte biz ne beğenirim, hem kızılıdır hem ağ. Hem kızılı hem ağ şeyler var. Birden de böyle kolba. Sana kıyamam, yalanım yok. Dokunamam, bir sen varsın. Kemal bağladı. Neyse ben bağlayayım gel. Biri benim de yoldaşım bağlayar. Şeyler var. Parmağım gecelerim şişiyor. Olabilir. Yavru çanilerim. İşte bunlar. Böyle. Bir de bu kolbağı takacağım.
fabrika gedirəm. Belə hazırlaşdım. Çıxdım, gedirəm. Dedim ki, açdım ki vlogu, dedim davam edeyim, yani son açotumuzu eləyək, son məlumatları verim sizə. Bugün bizim son gecəmizdir burada. Sabahları artıq biz 12-də təhvil verməliyik. Zavtrak eləyəcək və 12-də təhvil verib gedəcək. Ona görə də mən artıq indidən yığışdırdım ki, səhər qaçaq olmasın, bizdən bir şey yadımdan çıxır. Mən kimi kursuz adam. Çox razı qaldım oteldən. Başdan başlasa ayrı uçuşlardan çox razı qaldım. Çox gözəl, çox rahat keçdi. Təbii ki, mən turbulans falan istirdim, biraz titrəmə falan istirdim, amma cəmaət qorxur, yoldaşım da qorxur. Yəni mən prosta təyyarə xəstəsiyəm deyə, çox sevirəm deyə və yatmıram, həmişə belə baxıram, gecə, gündüz fərq yoxdur, nə vaxt uçsa, belə baxacam da, bilirdim də, yəni bilirdim. Elə də elədim yenə də. Nəysə, çox razı qaldım. Xüsusilə Kayseriyə uçanda adətən pilotlar belə çox yaxınlaşdırırlar, küləkli belə danışırlar, çoxun başa düşmürsən və əzbərlənmiş sözlər. Amma Kayseriyə uçanda biz o deməli samolyotun kapitan pilotu danışanda mən bildim ki, o biraz mənfason adamdır, biraz sağa solu bəlli olmayan, çox şən, deyən, gülən, biraz belə dəlisov insandır və təyyarəni çox sevən, yəni işini sevərək icra edən bir pilotdur. Pilotlar təbii ki, bir var pilot olub, bir də var ki, işini sevərək icra edir. Yəni bu həqiqətən pilot olmaq istəyir. Baxın, elə bir insan idi ki, benim dəyərli yolcularım, benim çox sevdiyim yolcularım falan filan, çok güzel geçecek yolculuğumuz, elə gözəl danışırdı. Enişe keçəndə də, yani inişe geçiyoruz, hiçbir şeyden korkmayın, bana güvenin falan filan. Yani özündən sözler dedi, ya əzbərləmiş sözləri demirdi. Çox pozitiv enerji verdi. Çox razı qaldım. Allah qəzadan bəladan qorusun belə insanları.
Yəni bir sərnişin olaraq çox razı qaldım. Sadəcə sərnişinlərdən razı qalmadım ki, həmişə enəndə, yəni təkərlər artıq pistə enəndə, istəyir İstanbula enəndə, istəyir Kayseriyə enəndə alqışlamadılar sərnişinlər. Amma mütləq alqışlayırlar. Yəni ki, həmişə alqışlayırlar. Çünki təyyarə uçurmaq çox çətindir. Yəni heç qətiyyən asan deyil. Çox çətindir təyyarə uçurmaq. Həddindən artıq çətindir və o qəzasız bəlasız sağ-salamat bu qədər insanı qaldırır, bu qədər insanı endirir və o boyda samalyotla və o qədər yüklə. Yəni çox asan deyil. Ona görə həmişə sərnişinlər alqışlayır. Burada qətiyyən alqışlamadılar. Mən də dəl-dəl durum təkcə alqışlayıb oturdum yerində belə eləyə bilmirəm axı. Nəysə. Biraz ondan belə o da sərnişinlərlik idi. Bizlik deyil, mənlik deyil idi yəni. Amma oteldən çox razı qaldım. Təmizliyindən, falandan, filandan, hər şəraitindən, sakitlikdən, gülər üz personaldan çox razı qaldım da. Yəni hamı düzdür. Bir var ki, gülər üz onlar olmalıdırlar. Bir var ki, belə gülürlər də, işləri də gülürlər. Bir var ki, həqiqətən gülürlər. Yəni görürsən ki, həqiqətən də belə nasreniyaları yaxşıdır. Hətta axşam da yoldaşım çay içmək istəyirdi. Otelin kafesində oturmuşduq. Yəni ofisiant qızı gəlir, ofisiant oğlan gəlir. Elə gözəl, yəni gülürlər, elə gözəl söhbət eləyir adamla belə gülə-gülə. Görürsən ki, o işin sevir də. Yəni həqiqətən gülər üz, məcburi gülmür yəni. Ona görə də çox razı qaldım. Oradan bu oteldən çox razı qaldım. Xidmətindən, falanından filanından hər şeydən razı qaldım. Sonra vaxtımız bilirdim olmayacaq. Mən bir-iki araşdırmışdım. Hətta gedəndə yolu biraz çəkmişdim bura gələndə ilk gün. Belə sonra axşamçağı mola gedəndə gördüm ki, belə içəri şəhər kimi, belə qala kimi yerlər var və mən onlara internetdə baxmışdım hara gedə bilərəm. Çünki mən hara getsəm tarixi yerini görmək istəyirəm. Yəni ki, oranın tarixi, istəyir şəhər, istəyir ölkə fərqi yoxdur. Yəni bir ölkənin əgər hansı şəhərinə gedirəmsə, hər şəhərində bir tarixi yer varsa fərqli-fərqli, burada getmək istəyirəm, ona da getmək istəyirəm. Yəni əgər ikisinə də gedəcəmsə, üç şəhərə gedəcəmsə, bir ölkənin neçə şəhərinə gedəcəm, mütləq tarixi yerləri istəyirəm görmək. Burada da maraqlamışdım, var idi bir-iki qala falan. Sadəcə olaraq yoldaşım deyirdi ki, inşallah çatdırarım, mən səni apararam, narahat olma, amma mən deyirdim ki, çatmayacaq. Çünki mən yoldaşımın 2 günlük gələndə iş rejimini bilirəm, 3 günlük gələndə o nələr eləyə bilər bilirəm, 4 günlük gələndə nələr eləyə bilər bilirəm. Bilirəm də yəni. Ona görə biz bilirdim ki, 2 gecə 3 gün burada olacağıq. Dedim ki, yox, biz çatdırmayacaq. Nəysə, çatdıra bilmədik təbii ki. Dünən sadəcə olaraq getdik, dedik ki, gedək bir molda gəzək eləyək. Biraz gəzdik. Çox az, çünki çox yorğun idi. Və artıq, yəni ki, onun özünə bir-iki şey lazımdı. Onlara baxmaq istəyirdi, daha doğrusu o mağazalara baxmaq istəyirdi deyə. Buradakı filiallarına ona görə getdik. Yəni, yoxsa ki, heç qətiyyən oteldən çıxmayacaqdı. Sonra dedi ki, otura yemək yeyək. Mən qətiyyən yemək istəmirəm. Yox, hökmən yeyək, mən yemək istəyirəm. Gedək filan restorana, burada filan restorana get. Əşi, mənim halım lütüm yoxdur. Sən can yeyirsən, burada yeyirsən. Mən qoy oteldə get. Çünki mən çox yorğunam. Ki, mən demişdim də necə gəlib çatmışam da bura. Evdə nələr eləmişəm. Onları da, əgər buna baxırsınızsa, deməli, onları artıq görmüsünüz. Danışmışam, yəni. Nəysə, oturduq, yüngülvarı yedik, gəldik. Elə başımızı qoyub yıxılıb yatdıq. Bugün isə fabrikə bir yerdə getdi. Yəni, dünən fabrikə özü getmişdi. O yazıq hələ yorğun-yorğun məni qoydu, getdi ki, işdalıca gəlib də. Yəni, bütün gününü orada keçirdi. Axşamçağı gəlib çata bildi bura. Bugün də səhərdən bir yerdə getdik, yəni fabrikə. Orada çəkiləsi şeylər vardı. Biraz qısa formada öz kanalım üçün də çəkdim mən. Amma əsasən onun Instagramı üçün çəkiliş eləyirdik, çəkdik. Yəni, çox uzun proseduruymuş. Xalı istehsalı həqiqətən çox uzun proseduruymuş və bir başa salırdı. Orada, yəni, məsul işçi bizə nə olur, nə olur və çəkilişləri eləyirdi. Dəhşətdə, yəni, çox prosedurlardan keçir. Xalça doğrudan da həddindən artıq və mənim də belə fabrikə, nə bilim, nəyə bir şeyin istehsalına çox marağım var da. Filan şey necə istehsal, filan şey necə. Bir də bunlara baxmaq üçün sən samalyotla uçub gəlməlisən. Bu uca olur vapşe də kvadratı ya kubu, sevincimin kubu. Ona görə vapşe sevinə-sevinə atlara gəldim, uça-uça gəldik. Nəysə, çox yaxşı keçdi. Oradakı insanlardan da çox razı qaldım. Çox güləriz, çox mehriban, çox səbirli. Çünki çox uzun prosedurda seçir yoldaşım. Onları bir-bir seçir. Bu işıqda necə olar, bu cür işıqda necə olar, bu tərəfdən işıq salınsa necə olar, ev təmiri bu rəngdə olsa necə olar, budur. Yerə sərirlər, vitrində qoyurlar, belə qoymalıdırlar, elə qoymalıdırlar. Çəkiliş eləyirik, baxırıq. Seçirik desenlər, yəni xırda-xırda o naxışlar. Məsəl üçün, onlarda burada çox, yəni,
necə deyim, çox satılan naxışlar bizdə qətiyyən satılmır heç. Vəbşə satılmır. Yəni zövqlər fərqlidir, ölkələrin zövqləri fərqlidir. Ona görə nə isə çox uzun idi və qurtardıq, gəldik. Gəldik, indi axşam da qonaq eləyirlər bizi. Lüks restorana aparırlar, qonaq aparırlar bizi. Dedim, əziz həyat yoldaşım, məndən əl çək, çünki ən başlıca səbəbi də oldu. Birincisi, doğrudan halım yox idi. İkincisi də ki, ən başlıca səbəblərindən biri o idi ki, mən stolda tək qadın olmağı sevmirəm. Yəni ki, hamı kişi olsun. Mən nə qədər də tanısam da, nə qədər də yəni yoldaşım mənim yanımdadır təbii ki, sevmirəm mən. Özümü rahat hiss edə bilmirəm. Ona görə dedim ki, onda ürəyindən bilir mənim xarakterimi, bilir də olsa atqaz eləyəcəm. Dedim ki, yəni bir rezerv üçün falan üçün zəng vursalar ki, artıq biz rezerv elətdirmişik, nə eləmişik, saat filanda gəlmir, xəbər verəcək ki, maşın göndəririk, gəlirik. Dalınızca dinən ki, bax indidən deyirəm ki, tək nəfərlik rezerv eləyin, yəni tək mənim rezerv eləyin. Nəysə, opşim getmədim. İndi onu yola salından sonra dedim ki, rahat da danışım sizinlə. Yəni ki, amma iş dalıca gəlmişdik. Çox şükür ki, işimiz qaydasında getdi. Nə qədər yorğunçuluq olsa da əsasən bunun üçün gəlmişdik. Sonra deyim ki, oteli də dedim, çox razı qaldım. Hər şeyindən də, hər kəsdən, hər şeyindən, təmizliyindən, otelin özündən də çox razı qaldım. Heç darıxmıram, gecə də durub çəkmişəm, yəni heç darıxmadım. Elə bilirəm ki, Kayseri mən heç görməmişdim də. Dedim ki, birdən də düzdür şəhərdir, amma ki, nə bilim də birdən də qətiyyən qəribsəmədim ha. Bir də ki, dağın ətəyində olduğu üçün buradan da baxıram, baxın oteldən baxıram, indi çəkərəm sizə. Dağ görünür. Yəni küçələrdən maşınla gedirsən, hər yerdə dağ görünür. Yəni dağın ətəyində olan şəhərdir bu. Yəqin ki, qışı məncə sərt keçər. Amma möhtəşəmdir də. Yəni dağ mənə göstərdim, fisioda mənim ürəyim gedir. Mənzərə göstərsəm, ölürəm də mənzərələr üçün. Obşim, hər baxıram, dağ görürəm də. Səhər də zavtraq eləyəndə bu tərəfində dağ. İndi baxın, burada oturmuşam, baxıram dağ. Yəni ki, çox gözəl şəhər idi. Çox, yəni heç qəribsəmədim, qətiyyən. İnşallah yolunuz düşsə, nə bilim, Londona gedin, Fransaya gedin, gedin, gözəl yerlərə, daha da əla yerlərə gedin. İnşallah. Buraya isə yolunuz düşsə, əgər sevinə-sevinə gəlin, yəni qətiyyən darıxmayacaqsınız, heç darıxdırıcı deyil. Baxın. Bu kamerada bilirsiniz də biraz uzaq görünür əslində, amma daha yaxındır da. Kamera biraz uzaq göstərir, bilirsiniz də, yaxını biraz məsafəli göstərir həmişə. Baxın, otel, yəni buradan baxanda demək olar ki, belə çox yaxın görünür də. İndi mən prosta kamera belə göstərdiyi üçün biraz yaxınlaşdırdım. Baxın, mənzərə budur, görün dağlara. Mən dağı görsəm, baxın hər tərəf. Bütün, bax, hara baxsaq, baxın, görürsünüz, hara dönürsünüz dağdır, baxın. Baxın, hara görürsünüz, hara dönürsünüz, görürsünüz dağdır. Bax, bütün ətraf dağdır. Yolda da gedəndə, nədir o, maşınla da, taksi ilə də gedirsə, nə bilim, burada tramvay falan da var. Tramvayları da xoşlayıram, bağlayın da. Hə, yəni gedəndə görürsən ki, hər tərəfə, hardan, yəni bütün trasda gedirsən maşınla, görürsən dağ, qabağında dağ, dönürsən belə dağ. O qədər gözəldir. Havası da çox yaxşıdır, havası da çox təmizdir, çox gözəldir. Belə.